بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين لا سيما بقية الله في الأرض روحي وأرواح العالمين لمقدم ترابه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد. اللهم وفقنا لما تحب وترضى. Allah'ın lütfu inayetiyle bugün Əqaidin 39-cu dərsində keçən 38-ci dərsin ardıdır. Yəni Peyğəmbərlərin göndərilməsinin nəticələri. Biz xaricdə bu göndərilir ki, Peyğəmbər bunların işlərini görməli ki, ta əməlləri dediklərindən düz gəlir, ya yox. Bu da ayır dediyən məsələlərdəndir ki, bu Peyğəmbərlər işləri nədən ibarət olur ki, belə bir şəxsə Peyğəmbər ola bilərlər, ya yox. Birinci məsələ budur ki, biz keçən dəfə 4 dənə dedik, bugün də inşallah, mən 4 ya 5 demişik, bugün inşallah 3 dənəsini işarə vuracaq. Onlardan biri budur ki, ictimai ədalətin bərqərarı. Mümkündür, bəziləri gəlib desinlər ki, bu tek Peyğəmbərin sifətidir ki, bunu hər bir şəxs eləyirlər. Tarix boyu fəqət hakimlər, xəlifələr, ya Hindidə prezidentlər öz ölkələrində uzaqbaşı öz fikirlərinə görə istəyirlər ədalət, ictimai ədaləti bərqərar edəsinlər. Amma Peyğəmbərlər gəlib bütün dünyaya ictimai ədaləti bərpa eləsin. Ona görə İmam Zaman əleyhissalatu və səlamın quracağı ümum dünya dövləti də tek bir dənə dövlət də məntiqi ilə budur. Peyğəmbərlər bunun üçün gəliblər, yüzüldürmüyor. Və bunların getirdikləri, dediklərinin hamısını Allah Teala inşallah tezliklə Həzrəti Sahib-əl Əsr və Zaman Əcəlallahu Teala fərəcəhü şərifin mübarək zuhuri ilə icra eləyəcək ki, Quranda ayələr var ki, mən nurumu tamamlayacaq, müşriklər, kafirlər xoşu gəlməsə belə. Quran-ı Kərimdə məsələn Hədid surəsində Peyğəmbərlər gəliblər, niyə gəliblər? Hələ boş, fəqət gəlsinlər, söz desinlər, deyir, yox. Ləqəd ərsəlnə rusulənə bil-bəyyinat. Biz açıq, aydın dəlillərlə öz elçilərimizi, Peyğəmbərlərimizi göndərdik. Ənzəlnə mə'ahumul kitab. Onlarla kitab nazil elədik. Və nə? Vəl mizanə tərəzi. Yəni, burada mizan tərəzidən məqsəd ədalətin bərqərarı. Liyəqumən nasu bil-qist. Ta ki, insanlar arasında ədaləti demədi müəyyən millətin, demədi müsəlmanların, demədi müminlərin, demədi, məsələn, fəqət kafirin, heç bir, bütün dəstə. İnsandırsa, insanlar üçün bərpa eləsin ədaləti. Buna bir başqa bir ayədə Allah Teala Sad surəsi 26-cı ayədə mistaqını da göstərir. Bir məfhumidir bu məsələ. Ya Davud, Peyğəmbərlərdən birinə müraciət edir. Ey Davud, İnna cəallâke xəlifətən fil-ardı. Səni biz xəlifə, yerdə xəlifə qərar verdik. Fəhkum beynən nası bil-haqq. Bəs hökm et insanlara içində, arasında haqla. Haqq hökmlərlə hökmət fəqət. Batil hökmlə heç bir hökm etmə. Bu Peyğəmbərdir. Yəni bir şəxsi gördü ki, batil hökmədir, mənası budur ki, onu Peyğəmbər deyil. Və burada yeri gəlmişdən bir haşiyə çıxım. O da bundan ibarətdir ki, bir dəfə mən bunun bəhsini Ramazan ayında eləmişəm. Bəzi qardaşlar da o zaman
çəkilişləri olub, çəkiblər. Hətta 2 yerdə eləmişəm bu bəhsi. Məsumların ismətini Bəqərə surəsi 30-cu ayına biz sübut eləyirik. Ondan əlavə burada, yəni bizim məsumların başqa peyğəmbərlərdən üstünlüyü və bunlar neçə dəfədə bəziləri, məsələn, sələfilərdən, hətta mənim dərslərimin altında rəy yazanda yazırlar ki, bizə dəlil getir. Dəlilin biri aydındır, çox açıq aydındır. Birincisi mübahilə ayəsidir. Mübahilə ayəsi budur ki, Peyğəmbər kimi şəxs Allah-u Teala əleyhissalam qərar verir. Xaricdə də İslam Peyğəmbəri göstərdir ki, mənim kimisi fəqət Əli. Mübahilə günü bu sabit oldu. Zilhiccə ayının 25-i. Bu ki, sabit oldu. Yəni, Peyğəmbərimiz ki, bütün Peyğəmbərlərdən üstün idi. Mənası budur ki, Əli əleyhissalam da bütün Peyğəmbərlərdən üstündür. Bu birinci dəlil. İkinci dəlilimiz bundan ibarətdir ki, hər kəs ərəb ədəbiyyatından, bəlağət ilmindən zərrə qədər məlumat olsa, kifayət edər onun üçün. O da bundan ibarətdir. Əcibdir. Bu ayədə, Sad surəsi 26-cı ayədə Allah Teala buyurur, Ya Davud, İnna cəalləkə, biz həqiqətdə səni qərar verdik, xəlifətən fil ard. Diqqət edin. Əvvəl xəlifə sözü gəlir, sonra deyil, fil ard, yerdə. Demək, xəlifəliyin hara məxsusdur? Yerə. Yerdə ki, xilafətin var sənin. Sənin xilafətin yerdədir. Amma Quran-ı Kərim, Bəqərə surəsini bizlər diqqət edəsək, 30-cu ayəyə Allah Teala buyurur ki, və iz qalə rabbuka lil mələikəti inni ca'ilun fil ardi xəlifə. Əcibdir. Burada feil getirdi, o tərəfdə isim getirib. İsmin mənası təkid cəhətdən feildən daha çoxdur. Bu cümlə ismiyyən, o işim yoxdur hələ. Burada da car-ı məcrur fil ərz, car-ı məcrur mütəlləqdir nəyə? Fil ərz car-ı məcrur mütəlləqdir cailuna. Bu kəlmədə də hətta cəəlləkə xəlifətən fil ərz. Diqqət eləsək ədəbiyyatda fil ərz car-ı məcrur xəlifə də mümkündür, əslində budur. Sənin yerdədir neyün? Xilafətün. Çünki mənay feiliyyət var. Mənay feiliyyət olsa car-ı məcrur mütəlləq eləyə bilərik. Ya feilə, ya feil mənasında olur. Xəlifə də, xəlifə burada məsdərdir və bunu neyinir? Ona car mütəlləq eləmək olur. Bəs onun xilafəti Davud ki, Allahın peyğəmbərlərindədir, xilafəti haraydır? Yerdədir, yerdən kənarıdır. Amma bu Quranın 30-cu ayədə Bəqərə surəsinin inni cailun fil ərz qərar verdik yerdə xəlifətən xəlifə. Mən qərar verdim xəlifə. Əcibdir. Həzrəti Davudda o incəliklər var. İnna cəəlləkə deyir, biz. Amma burada Əhl-i Beyt əleyhimussalama xas olan ayədə deyir, inni cailun fil ərzə xəlifə. Mən. Bu fərqlər, yəni bu mənim heç bir vasitə olmadan xüsusi sənəd əsərimdir. O birlər də sənəd əsərimdir. Amma orada vasitələr var. İnna cəəlləkə. Bu bir. İkinci, qərar verdim yerdə xəlifə, amma sənin xilafətin yerə aiddir. Xeyr. Həm yerə, həm göy, səma əhlinə. Biz məlum olur ki, bir dəstə insanlar var ki, onların xilafəti, Həzrəti Davud kimidir ki, fəqət xilafətləri yer əhli üçün
yer və göy əhlinə. Bu da deyərlər ki, məsələn, özündən bir əfsanə düzəltdi, mən nə bilim, özündən bir şey deyir. Heç bir şey, hər kəs Mi'raj hədisini istəyir əhl-i sünnətdə, istəyir əhl-i şiədə müraciət edəsə, görəcək ki, nədir? Həzrəti Cəbrail əleyhisselam bir yericə gedəndən sonra dayanır. Ya Cəbrail buyur, gəl. Deyir, yox, bura mənlikdir, bura sənlikdir. Yəni, məlum olur ki, bunun xilafəti mələikədən üstün bir şey, başqa bir şeyə hakim ola bilər. Nə ki, Cəbrail İslam Peyğəmbərinə hakimdir. İslam Peyğəmbərin orada hakim olması sabit olur o fəzilətlə. Və elə axır, mən bunu, yəni, elə-belə, yəni, Əl-Kəlamiyyə Cürrül Kəlam bundan dedim. Yəni, bunun hər kəs ədəbiyyatda bir balaca səliqəsi olsa, xüsusən bəlağət elmində bu incəliyi görər və buna da istidlallar da olur. Bunda işim yoxdur. Orada da bu iki dənə ayinə nə dedi? Peyğəmbərlərin gəlişi budur, insanlar arasında, nə möminlər arasında, nə tərəfdarları arasında, nə düşmənlər arasında, hamının arasında. Hətta özü də insandır, özü də bu ictimainin bir fərdi kimi, özü üçün də o ictimai ədaləti və cəmiyyət üçün də, özü də öz ölkəsi, öz yaşadığı məntiqi yox. Bütün dünyada, bütün insanlar üçün ictimai ədaləti bərqərar olur. Bu, Peyğəmbərlərin gəlməsinin nəticələrindən biridir. Biz baxırıq ki, əgər bir nəfər bunu eləyirsə, demək bu Peyğəmbərdir. Əgər o xüsusiyyət onda yoxdursa, Fatihə və Səlavat. Ondan sonraki bəhsimiz nədir? Ondan sonraki bəhsimiz budur. Peyğəmbərlər hər bir cəhətdən üsvə, nümunə, ülgü olmalıdır bütün bəşəriyyətə. Nə hətta tərəfdarlarına, nə öz məntəqəsinin əhalisinə, qohumlarına, xeyr, bütün bəşəriyyətə nümunə olmalıdırlar. Buyurur Allah Teala Əhzab surəsi 21-ci ayədə ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ Allahın Rəsulunda sizin üçün usvetun həsənətun, gözəl bir nümunə var. Gözəl bir nümunə Peyğəmbər olmağı, xeyr, o bir insan olaraq, əgər bir insan, normal insan kimi yaşamasınızsa ona var. Atalar üçün gözəl bir ata nümunəsidir. Baba ol, baba nümunəsidir. Ailə başçısı, ailə idarəçisi gözəl nümunədir. Siyasətdə gözəl nümunədir. Hərbidə gözəl nümunədir. Döyüşdə gözəl nümunədir. Sülhdə gözəl nümunədir. Düşmənlə rəftarda gözəl nümunədir. Əsirlərlə rəftarda gözəl nümunədir. Kimsəsizlərlə gözəl nümunədir. Qadınlarla rəftarda gözəl nümunədir. Kişilərlə rəftarda gözəl, qocalarla rəftarda gözəl nümunədir. Cavanlarla rəftarda gözəl nümunədir. İnsanlar üçün qanun yazmaqda gözəl nümunədir. İnsanlar üçün qanunların icrasında gözəl nümunədir. Yəni, insani hər bir sahəyə müraciət eləsin, gözəl övladdır, gözəl nəvədir, gözəl qohumdur. Hər bir şeydə, əgər istəyirsən bir normal insan baxasan ki, onun kimi sən Allahın yanında bir insan olasan, insan həyatı yaşayırsan, buyurur Peyğəmbərə bax. O Peyğəmbər ki, dırnaq arası, Peyğəmbər o yalancı, kəzzab, onun kəzzab tərəfdar ki, anasını getir yerə çırpır, bu heç nədə öldü, getdi, bir şey yoxdur, analıq məsuliyyəti qutardı, vəzifəsi qutardı, zındıq, buna Peyğəmbər olar. Bunun dalicən gedən özü kimi xəstələr ola bilər. Orada, YouTube'da var, bu cür Peyğəmbərlə təzə çıxan qondarma, saxta, farşi var. O, buyurur, kimin üçün? Kim bu Peyğəmbərdən ibrət götürər? Limən kânə yərcullah vəl-yevmil-axir və zəkərəllahə kəthirə.
buyurur, o kəssin bunda. O kəslər bundan ülgü getirə bilər, sifətlərini açılır. Birinci budur, bunların Allah'a ümidləri var. Qiyamət günlər ümidləri var. Cəmaat onu, bəzən deyirsən ki, məsələn, misal çəkirik. Xüsusən, məsələn, hər bir, məsələn, Azərbaycanda hicablı qadınlarda bəzi müşkillər olur. Rəngli, güllü, mülli, cəzb edici paltarlar, ya əslən dar, bədənin müayən olunan paltarlar ki, bunlar biz demişik ki, hicab deyirlər, bunlar ilə hicabsız hökmündədirlər. O, bu cür giyinirlər. Bana, bismillah, Peyğəmbərə bax, bugün bir rivayət oxuyurdum Bəhar Lənvarda, Ümmü Sələmə ilə Əl-Zahir Peyğəmbər Əkəmin bir xanımı da var idi, Meymunə idi, neydi? Bir xanımı, o Peyğəmbər Əkrəmin yanına bir dənə sahabəsi gəlir. Kör sahabəsi, Səd ibn Məaz olmalıdır, səhv eləmirsə, neçə gün bundan oxudum və kör olur. Və otağına daxil olanda Peyğəmbər sahabəni otağa dəvət eləməmişdən qabaq xanımlarına deyir ki, hicabınıza riayət edin. Ümmü Sələmə ki, təəccüb edirlər. Bu adam kördür. Nə hicabı riayət edir? Və bunu İslam Peyğəmbərindən sual edir. Ya Resulullah, bu kördür. Hicabın riayət eləmək əmrinin mənası nədir? Çünki bu bilirdi, Peyğəmbərdir. Ülgüdür bu, nümunədir bu, insaniyyət aləmi. Buyurdu, hicab baş örtmək dörtək. Hicab budur ki, o kördürsə, siz ki kördürsünüz. Hicab orada məlum olur ki, tamamən insanın naməhrəmdən özünün hifz eləməsidir. Və İslam hər bir sahədə baxır. Uşaq tərbiyəsində, ailə saxlamaqda və elə axır. Və bu günlər bizim cəmiyyətimizin bərbadçılığı, bədbəxtçiliyi səbəbi budur ki, İslam Peyğəmbərinin həyatından heç məlumatlanmamışıq və bizlər onun bunun kitablarını oxuruq, onun bunun həyatını, onun bunun dediklərini edirik. İstəyir özümüzdən olsun, istəyir özümüzdən olmayanlar olsun. Amma İslam Peyğəmbərini qoymuşuq ki, müqəddəs adamdır, məsum adamdır, Allahın Peyğəmbəridir, elə axır, hörmət hər yerində. Amma heç də onu bilmirik ki, nə eləyib, neyi necə eləyib, ta biz də o cür olaq. Sonra deyirik, biz müsəlmanlar geridə qalmışıq. Hansı əməllərimizdə biz Peyğəmbər kimi olmuşuq? O suallar ki, belə müsəlmanlar nəyə geridə qalıb, mən sualım bu ayinə Əhzab surəsi 21-də. Biz müsəlmanlar, mən də içində olmağına hansımız Peyğəmbər kimi həyat yaşamağa səy göstərmişik hələ, çalışmışıq. Sonra da geri qalmışıq. Çox təəssüflər olsun. Məlum olur ki, insanların inkişafı üçün bu cürdür. Ya məsələn, məşhur bir hadisə. Məsələn, o düşmən ki, ləcücdur, inatkardır və bilir ki, haqq nədir, bilə-bilə haqla düşmənçilik eləyir. Onu hansı mərhələdən sonra onu ilə başqa cür davranır. O Peyğəmbər, o düşmən ki, əslində haqq nədir, onu bilmir, onu ilə necə davranır. O cümlədən İmam Həsən əleyhissalam, məsələn, Şamdan o zaman ki, Muaviyyə ilə imzalandı, sülh müqaviləsi, Həzrət İmam Həsən əleyhissalam Mədinəyə köçəndə bir nəfər Şamdan Mədinəyə gəldi. Şamdan Mədinəyə çatan kimi külə ağzını açdı, təhqir dalayacaq. Mən keçən dəfə işarə qurdum onu İmam Həsən ağanın tarixində. Muaviyyə deyəndə, Əmras deyəndə, İbn-i Ziyad deyəndə onların cavabını verdi. Ziyad ibn Əbi deyəndə cavablarını verdi. Ziyad ibn Əbi, sən filansan, filan kesin balasısan. Əmras, sən filan kesin balasısan. Muaviyyə, sən filan kesin. Amma bu Şamlı bir nəfər gəldi, imamı təhqir elədi, Əli əleyhissalamı təhqir elədi. İmam ona buyurdu ki, sən uzaqdan gəlmirsən. Sənin burada da qəribsən,
sənin yeməyə, içməyə, qalmaq üçün yerə və cüzi miqdarda yarım maddi bir pulaca da ehtiyacın olar. Nə düşün, məsələn, qulluğunda hazır. O adam baxdı ki, mən bunu təqdir etməmişəm, bu mənə nədir? Amma İmam Həsən əleyhissalam orada o cür davrandı düşmənə, burada bu cür. Yəni, düşmənlər arasında da fərq var. Bəzi o cahil şiələr də düşürlər ortalığa, qarasına hamını gəldi, qoyurlar bezin qırağına, ya Allah, hamısını bilir. Qarağın bir ucu kimi, ya Allah, hamısını eyni gözdən oxuyur. Yox, bizim məsublarımızın hər bir şeyindən, hər bir kəsdən bir davranış qaydası var idi. Biz ona baxmaq. Peyğəmbərin peyğəmbər olması üçün bu xasiyyət lazımdır. Baxaq görürük, o xasiyyət, özü də o xasiyyət insan fitrəti ilə uyğun gəlir. Bütün insanlar onu qəbul edir. Müsəlman olmasından asılı olmayaraq, ya qeyri-müsəlman olsun, o fitrət onun o əxlaqına valih olur. Amma bir ki, o peyğəmbərin davranışını ki, öz tərəfdarı, Bismillah, birdən mən olsam, peyğəmbər də mənimlə bu cür davranısı nə olacaq? Bax, bu müşkil. Məlum olur ki, yalancı peyğəmbərlə doğrusu peyğəmbərin fərqi. Üçüncü, bugünkü bəhsimizdə sonuncu Nisa surəsi 165-ci ayədə Allah Teala buyurur, peyğəmbərləri göndərməkdən məqsəd və nəticə budur. Peyğəmbərlər Allahın hüccətləridir. Allah hüccətin tamamlayıb. Yəni, hüccətin tamamlamaq mənası budur ki, da insan qiyamətdə Allaha özür getirəməz. Allah, mən filan özrüm vardı, filan əmələ görə, filan özrüm yox. Mən Peyğəmbəri göndərmişəm, bəndələrdən, insanlardan, məxluqatından özrü getirim. Mən bilmirdim. Mən bunu başqa cür düşünürdüm, yox, sən düşündün, özün bilərdin. Biz Peyğəmbər göndərmişəm ki, sən düşündüyün səhvdir, düz yolu budur bunun. Bəzilə deyir, mənim ağlım bunu keçməyəcək. Keçən də bildim ki, ağıla zid bir şey yoxdur. Dində ağıldan üstün şeylər var və ona da din gəlib, bu kitab gəlib, yönəldi, bağlı ki, təqribən o çata bilmədiyi bir şeyləri dərk eləsin. Və ayədə buyurur, və munzərinə ləallə yəkunə lilnəsə aləllâhu hüccətun bə'dər rusul və qanəlləhu əzizən həkimə. Və o peyğəmbərlər ki, göndərmişəm sizi cəhənnəm əzabından qorxudur dünyada və axirətdə, əzabından qorxudur. Bunlar nə üçündür? Gəliş səbəbləri. Bundan ibarətdir, Allahın insanlar üzərində hüccəti tamamlanır. Yəni, insan da deyəməz ki, mən bunu bilmirdim, ya mən bunu başqa cür düşünmüşdüm. Ha vaxt tamamlanır, bə'də rusul, Peyğəmbər gələndən sonra. Və kanallahu əzizən həkimə. Həzrət Əmir əleyhissalam Nəhcü Bəlağanın 144-cü xütbəsində mübarək kəlamında bu cür buyurur. Buyurur, qalə əmirül müminin aleyhissalatu vesselam bə'ətə rusuləhu bima xəssəhum bihi min vəhyi. Öz elçilərini göndərib, o şeylə onları xüsusiyyət bəxş eləyib öz vəhyi ilə. Və cəaləhum hüccətən ləhu alə xəlqi. Və öz məxluqatına bunları hüccət qərar verib. Hüccətin dediyi mənasıdır ki, məxluqat daha qiyamətdir və yaxud başqa bir halda özür getirir. Məsələn, biz niyə daldıq müsəlmanlar, müsəlman ölkələrə girdik üçün? Bunlar Peyğəmbəri qoyurlar kənara, ya öz bildiklərini, ya başqalarının diktəsi ilə gedirlər. لَأَلَّا تَجِبَ الْحُجَّةَ لَهُمْ بِتَرْكِ الْاَعْزَارِ اِلَيْهِ. Hüccəti niyə tamamlayır? Vacib olsun Allah'a ki, onlar özür getirə bilməsinlər. فَدَعَاهُمْ بِلِسَانَ الْسِدْقِ إِلَى سَبِيلِ الْحَقِّ. Haqq yoluna düz dinlə insanları dəvət edirlər. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed ve ahl-i beytih-i tahir.